İranda qızlar üçün ibtidai məktəbə endirilən hava zərbələri nəticəsində ölənlərin sayı kəskin şəkildə artıb. Azad İran Telegram kanalına istinadən xəbər veririk ki, ölkənin cənubundakı Hörmüzqan əyalətinin Minab rayonunda yerləşən məktəbə hücum nəticəsində həlak olanların sayı 85 nəfərə çatıb. Hadisə zamanı 90 nəfərdən çox şəxsin yaralandığı bildirilir. Qeyd edək ki, ilkin məlumatlarda məktəbdə 5 şagirdin öldüyü bildirilirdi, lakin dağıntılar altından yeni cəsədlərin çıxarılması ilə tələfatın sayı artıb. Xatırladaq ki, bugün səhər saatlarında İsrailin Müdafiə naziri İsrail Qats ordunun İrana qarşı qabaqlayıcı hücum başlatdığını elan edib. İran Hörmüz boğazındakı gəmilərə xəbərdarlıq edib. Bu barədə Reuters məlumat yayıb. Bildirilib ki, İran gəmilərə mesaj göndərərək heç bir gəminin Hörmüz boğazından keçməsinə icazə verilmir deyə xəbərdarlıq edib. Avropa İttifaqı rəsmisi bildirib ki, gəmilər İslam İnqilabı Keşikçiləri Korpusundan çox yüksək tezlikli xəbərdarlıq bildirişləri alır.